və bu yeni mövzu haqqında daha dərin danışmağa, ümumiyyətlə mövzumuzun adı da dərin bilik səviyyələridir. Yəni çalışacağam ki, mövzumuz haqqında da daha dərin bilikləri sizə ötürüm. Kimin nəzəriyyəsidir desək, bu Doktor Norman Webin dərin bilik səviyyələri nəzəriyyəsinə aiddir. Time kitabına yenə əlavə olunub, testləri də, dərsi də. Ümumiyyətlə bu çərçivə sənədinə yeni əlavə olunmuş bu mövzuda nə haqqında danışır, nə demək istəyir? Mən sizə qısa bir dənə özət keçə bilərəm ki, bu yeni əlavə olunmuş mövzuların hamısı demək olar bir-birinə çox oxşayırlar məzmun cəhətdən və çox sadədirlər. Məsələn, siz burada baxıb deyə bilərsiniz ki, 2 səhifədir, 3 səhifədir, ay aman nə çoxdur, amma müəlliməniz onu sizin üçün qısalaşdırıb gəlib. PDF hazırlamışam, qısa. Bunu atacağım sizə lakonik öyrənmək üçün. Amma belə dərsi öyrənmək üçün əlbəttə ki, kitabdan da istifadə etməyiniz lazımdır. Müəllimlər, biz burada nə öyrənəcəyik? Biz bu nəzəriyyədə onu öyrənəcəyik ki, biz burada şagirdin dərs zamanı, yəni şagirdin dərs zamanı nə etdiyini yox, şagirdin nəyi yerinə yetirdiyi, tapşırığı necə yerinə yetirdiyi. Ümumiyyətlə, dərsdə bu şagird öyrəndiyi bilikləri dərindən mi başa düşür? Dərindən və anlayır. Bu nəzəriyyənin ikinci adı DBS, görürsünüz də ekranda qarşısından qeyd eləmişəm. Bu cürdə qısaldılmış forması adlanılır. Yəni dərin bilik səviyyə DBS. Yəni çox testlərdə yazılmır da uzun-uzadı, qısaldılmış forması qeyd olunur. Aha. Biz bu sənədə əsasən, bu çərçivə sənədi sayəsində biz müəllimlər əsasən mövzuya uyğun bir fəaliyyət seçməklə yanaşı, eyni zamanda da həmin fəaliyyətin şagirddə hansı səviyyədə düşünmə yükünü formalaşdırdığı barədə danışacağıq. Yəni bu DBS bu mənada ki, öyrənməni biz nə edəcəyik? Yalnız səthi biliklə məhdudlaşdırmayacağıq. Biz burada daha yüksək səviyyəli, daha üstün səviyyədə düşünmə tələb edən tapşırıqlarla şagirdləri qiymətləndirəcəyik, onlarda planlaşdırma və strukturlaşdırma işlərini daha da yaxşılaşdıracaq. Yəni şagird öyrəndiyi biliyi dərindən bilsin, səthi bilməsin. Və bu səviyyədə, bu nəzəriyyədə əsasən 4 səviyyə var. Bu səviyyələr hansılardır? Yəni dərin bilik nəzəriyyəsinin müəllimlər 4 səviyyəsi var. Bu səviyyələr hansılardır? Birinci səviyyəmiz xatırlama səviyyəsidir. İkinci səviyyəmiz bacarıq və anlayışlar. Üçüncü səviyyəmiz strateji düşünmə, dördüncü səviyyəmiz isə genişləndirilmiş düşünmə səviyyəsi hesab olunur. Biz ilk öncə danışacağıq xatırlama mərhələsi. Xatırlama mərhələsində üzrlü saymalıdır. Xatırlama mərhələsində biz nə edirik? Öyrəndiyimiz bilikləri, yəni əvvəlcədən öyrəndiyimiz bilikləri xatırlamalı oluruq, yadımıza salmalıyıq. Yəni şagird burada yaddaşında olan əvvəlki bilikləri, əvvəlki deməli məlumatları nə edir? Geri qaytarmış olur. Və geri qaytarırsa bu nədir? Xatırlama səviyyəsidir. Xatırlayan zaman şagird nə edir? Beynində olan o hansı ki fakt var, hansı ki terminlər, təriflər, yəni əzbərə əsaslanan nə varsa, şagird nə etmiş olur? Onu geri çağırır. Elə bilin ki, nə isə bir bilik öyrənmisiniz, hər hansı bir dərs öyrənmisiniz və o dərsi siz mənə danışmaq üçün biliklərinizi geri çağırırsınız ki, müəlliməm bizdən soruşur, onu xatırlayaq, qarşı tərəfə çatdıraq. Yəni bu, məsələn, düstur ola bilər, tarixi hadisələr ola bilər, adlar ola bilər, təriflər ola bilər, terminlər ola bilər, müəyyən bir faktlar ola bilər ki, bu faktların hamısını ifadə edən xatırlama səviyyəsidir. Və xatırlama səviyyəsi idrak taksonomiyasında müəllimlər, bir dəqiqə, idrak taksonomiyasında yox, biliyin növündə biz bunu deklarativ bilikdə deyə bilərik. Yəni, niyə? Biz çünki demişdik, deklarativ bilikdə əzbərə əsaslanır, xatırlama mərhələsi də əzbərə əsaslanır. Yəni, mən əzbərlədiyim bilikləri özümə köməyə çağırmış oldum. Daha sonra biz xatırlama mərhələsində, müəllimlər, xatırlama mərhələsində biz nə danışacağıq? Bir daha təkrar edirəm. Biz burada biliklərimizi geri çağırırıq, yəni xatırlamağa çalışırıq. Bu əsasən deklarativ və yaxud ikinci adı nə idi? Faktoloji biliyə əsaslanır. Xatırlama mərhələsinin əsas fəaliyyətləri hansılardır? Bax, burada dedik ki, terminlər, anlayışlar, tərifləri əzbərdən demək. Məsələn, mən şagirdə sual verirəm, hər hansı bir düstur, hər hansı bir qayda haqqında mənə əzbər deyir. Niyə? Çünki bu biliyin tərifi var və o tərifi mənə əzbər söyləyirsə, deməli, bu nədir? Xatırlamadır. Keçdiyimiz dərsi xatırlayır, mənə çatdırır. Və yaxud hər hansı bir terminlər varsa,
Məsələn, dilimizdə terminlər var da, hər fənnin özünə məxsus. Onları mənə deyirsə, deməli bu nədir? Faktdır da, bu olan bir şeydir. Bu hamı tərəfindən əzbərlənən bir terminlərdir və onu mənə qaytarır şagird, çatdırır. Deməli bu nədir? Əzbərlənəsi məlumatlardır. Və yaxud kim, nə, harada, nə vaxt tipli suallara cavab verərək də biz xatırlamaq mərhələsində deməli danışa bilərik. Məsələn, sual verir şagirdə, deyirik ki, filan döyüş nə vaxt olub? Harda olub, neçənci ildə olub. Gördünüz, suallar elə onun özünün içərisindən bizə cavablamağa başladı. Harda, neçənci ildə, nə vaxt, kim tərəfindən və s. kimi suallara cavab vermiş oldu. Və yaxud biz burada istifadə edə bilərik cədvəldən, sxemdən, qısa mətn parçalarından. Yəni və yaxud birbaşa hər hansı bir məlumatı köçürmək kimi bizim deməli halda ola bilər ki, biz orada köçürmə halda eləyə bilərik. Məsələn, hər hansı bir mətn parçasından məlumat taparıq və o məlumatı köçürdə bilərik. Bu da xatırlamaq mərhələsinin fəaliyyət hissəsinə aiddir. Yəni, hər hansı bir sadə qaydaya uyğun addımı yerinə yetirmək. Məsələn, bir misal həll edirik, bilirik ki, bunun yolu budur da, sadə yolu budur. O sadə yolla başlayırıq, onu neyləməyə, təkrarlamağa. Yəni, bu tip biz tapşırıqların öyrənməsini, bazasını təşkil edirik, eyni zamanda neyləyirik? Şagirdlərin bu səviyyədə qalmaması üçün şagirdlərin biliklərini daha da dərinləşdiririk ki, onlarda bu biliklər məhdudlaşmasın, daha da inkişaf eləsin. Biri var, biz minimal biliklər öyrədək şagirdə. Biri var, daha dərindən maksimal biliklər öyrətməyə çalışaq. Və xatırlama mərhələsində də biz ona baxın, bu fəaliyyətləri formalaşdırmış olduq. Hansılar oldu? Birinci oldu ki, əzbər deyiləsi nə varsa, tərifdir, anlayışdır, tarixdir. Bunları deməli bu səviyyəni şagirdə formalaşdırmaq. İkinci nə oldu? Kim, nə vaxt, harda suallarını vermək. Məsələn, mən şagirdə sual verirəm ki, filan döyüş nə vaxt olub? Düşünür. Baxın, bilik getdi geriyə. Elə bilin beynimizdə bir ox var, o oxu atıram geriyə ki, mən dünən oxumuşdum deyəcəm, indi deyəcəm. Və yaxud başqa bir sual verirəm, harada ilə bağlı. Yenə şagird beynindəki biliyi bir addım geriyə atır. Neyniyir? Xatırlayır. Xatırlayan zamanda neynəmiş olur? Düşünmüş olur. Və yaxud sxem cədvəldən istifadə edir. Məsələn, hər hansı bir sxemdən istifadə edirsə, düşünə bilər onu hazırlayanda və yaxud onun haqqında danışanda. Kitabda hər hansı bir cədvəl görər və o cədvəlin içərisində verilən məlumat o qədər vacib olar ki, onu danışmaq istəyər, danışmalı olur və bu zaman fikirlərini çatdırmağa çalışan zaman xatırlayacaq. Yəni, o bilikləri xatırlamış olacaq. Müəllimlər, bu səviyyə oldu xatırlama səviyyəsi. Biz bu səviyyədə neynədik? Təkrar etdik, əvvəlki biliklərimizə əsaslandıq, daha çox hansı biliyin növünə aid oldu? Faktoloji biliyin növünə aid oldu. Eyni zamanda da xatırlamaq mərhələsi ilə də əlaqəli olmuş oldu. Daha sonra müəllimlər, bu bizim olacaq ikinci bacarığımız. Bu birinci idi. Bu olacaq ikinci bacarığımız. İkinci bacarığımızın adı nə idi? Səviyyəmizin adı nə idi? Üzr istəyirəm. İkinci səviyyəmizin adı odur ki, bacarıq və anlayışlar. Bax, adından bəllidir. Burada biz neyləyirik? Biz burada şagirdə təkcə məlumatı xatırlatmayacağıq. Həm də neyləyəcəyik? Həm də şagirdin öyrəndiklərini biz ondan nə kimi alırıq? Bacarıq formasında, anlayış formasında alırıq ki, görək şagird bu, məsələn, xatırlayıb mənə dediyini anlayıbmı və yaxud burada hər hansı bir üzərində iş apara bilirmi, bacarığını göstərə bilirmi? Yəni, şagird təkcə məlumatı bizə təkrar eləmir də, eyni zamanda onu təşkil edə bilir, müqayisə edə bilir, qruplaşdıra bilir, əlaqəsinin arasında hər hansı bir əlaqə varsa onu göstərməyə çalışacaq. Məqsədim nədən ibarətdir mən bu səviyyəni izah etməkdə? Məqsədim ondan ibarətdir ki, müəllimlər, mən şagirdə biliyi minimal, yəni sadə şəkildə deyil, daha yüksək levelda, daha şüurlu, daha belə yüksək pozisyonda mən onu şagirdə görmək istəyirəm. O şagirdə onu işlətmək istəyirəm. Biri var şagirdi daha sadə üsullarla, sadə misalların üzərində çalışdırır. Onsuz da bu bunu eləyə bilir. Bir də var daha biraz yüksək səviyyəli fikirləşməli sualların üzərində çalışdırıram. Bunda daha yaxşı anlayış, daha yaxşı təfəkkür formalaşmış olacaq. Deməli, bacarıq, anlayışlar nə oldu? Öyrəndiyi bacarığı, anlayışdan şagird istifadə etməyə bacarmalıdır. Qeyd etdik ki, təşkil etmə, müqayisə, qruplaşdırma, əlaqələndirmə, eyni zamanda müəllimlər niyə, necə suallarına cavab verir. Əgər niyə və necə suallarına cavab verirsə, bu biliyin hansı növü ilə əlaqədar olacaq? O növü ilə hansı biliyin növünü sualdır? Prosedural idi də, düzdürmü? Düzdür müəllimlər? Niyə, nə üçün, nə sualı idi? Konseptualın sualı idi. Deməli, bu hər ikisi ilə əlaqədar olacaq.
Həm anlama, həm konseptual, həm prosedural. Gəlin görək, bu səviyyədə, fəaliyyətdə bizə nələr lazım olacaq? Bu fəaliyyətdə bizə lazım olacaq müqayisə etmək. Baxın, burada açar söz kimi vermişəm. Deməli, iki personaj, iki hadisə, iki anlayış, fərqi yoxdur. Nədən söhbət gedirsə, onları müqayisə etmək. Nəyə aiddir? Bacarığa, anlayışa. Deməli, bu şagird anlayıb ki, mövzu ilə bağlı, personaj deyib, hər hansı bir əsər götürək. Əsərdəki qəhrəmanları bu şagird dərk edib ki, söhbət nədən gedir? Dərk etdiyi şey başlayır da müqayisə etməyə. Əgər mən oxuduğumu dərk edə bilməmişəmsə, mən necə onlar arasında təhlil apara bilərəm? Onları necə müqayisə edə bilərəm? Bu mümkünsüz bir şeydir. Deməli, iki hadisə olsun. Hər hansı bir hadisə baş verib. Məktəb daxili, məktəb xarici, hətta kitabda bizə bir mətn verib və yaxud müəllimlər elə öz fənninizdən götürün. Elə bir situasiyada qarşılaşmısınız ki, orada bir problem var, orada bir hadisə var və şagirdlər nə etməlidir? Bunu qarşılaşdırmalıdır. Oxuyurlar, nəticə çıxarda bilmirlər, oxuyurlar, anlamırlar. Deməli, bu şagird nə edib? Anlamayıb da, mövzunu anlamayıb və yaxud oxuduğunu anlamayıb. Bu ilk öncə oxuduğu mətni anlamalıdır ki, onu təhlil etsin. Təhlil edir, yəni müqayisə etsin. Müqayisə etmək çox vacibdir və müqayisə etmək anlayışlar və bacarıqların əsas hissəsi hesab olunur. İkinci nə olacaq? Qısa mətnin, qrafiki və cədvəlin əsas ideyasını müəyyənləşdirib izah etmək. Bir dənə burada sizə bunu deyim, başdan siz onu səhv eləməyəsiniz. Bizim burada müəllimlər bir dənə bunu yadınıza saxlayın ki, biz bacarıqla anlayışda heç bir əsaslandırmadan söhbət eləməyəcəyik. Niyə? Çünki buradan bizdən heç bir arqument, heç bir əsaslandırma, münasibət, dəyərləndirmə istəmir. Eyni zamanda da xatırlama mərhələsi səviyyəsində də əsaslandırmadan bir xatırlama mərhələsində əsaslandırmadan istifadə etmirik. Bir də bacarıq mərhələsində əsaslandırmadan istifadə etməyəcəyik. Yəni çünki niyə bu hissəyə qədər, yəni xatırladı şagird. Sonra o xatırladığını anlatdı ki, yəni mən bunu anlamışam. Bundan sonraki səviyyələrdə artıq orada nə edəcək? Arqumentlər gətirəcək. Sadəcə demək istədim ki, bir xatırlamada, bir bacarıq anlayışda əsaslandırma olmayacaq. Sonra dedik ki, qısa mətnin, qrafikin, cədvəlin əsas ideyasını müəyyənləşdirib izah etmək. Məsələn, şagird bir cədvələ baxacaq. Cədvəlin içərisində müəyyən bir məlumatlar verilib və yaxud suallar verilib. Başlayıram o cədvəli aydınlatmağa ki, burada məndən nə istəyir? Niyə belə yazıb? Nə üçün belədir? Baxın, suallara baxın. Niyə, nə üçün, necə və s. kimi suallara cavab verdi. Deməli, mən burada nə edirəm? Mən burada anlamağa çalışıram ki, bu cədvəlin, bu qrafikin içindəki məlumatı mənə niyə verib? Bizə niyə verib? Yəni, bu suala nə tapmağa çalışıram? Cavab tapmağa çalışıram. Əgər şagird bir sual verirsə, həqiqətən o sual yaxşı sualdırsa, belə deyək də, vaxt aparan bəzi suallar var ki, məktəbə, sinifə aidiyyatı olmayan suallar olur. O sualları nəzərdə tutmuram. Yəni, dərslə, mövzu ilə, hadisə ilə bağlı bir sualdırsa, əgər o sual həqiqətən görürsünüz ki, şagird cavab istəyir, o cavabdan o nəsə bir nəticə çıxartmaq istəyir, deməli, o şagird nə etmək istəyir? Anlamaq istəyir. Bu da eyni zamanda bacarıqlar və anlayışlar səviyyəsinin bir növ ikinci hissəsi hesab olunur. Yəni, şagird müqayisə etməkdən sonra başlayıb sual verə bilər ki, bu niyə belə oldu? Bu bizim üçün niyə belə verilir? Və s. kimi siz suallarla qarşılaşa bilərsiniz. Daha sonra biz burada nədən danışırıq? Biz burada danışacağıq, sual-cavab vermək, o barədə danışdıq. İndi danışacağıq nədən? Deməli, deyir ki, şagird qaydanı bilir, lakin o bir neçə addım ardıcıl və düzgün şəkildə yerinə yetirməlidir. Bu da bacarıqdır da. Baxın, şagird riyazi məsələni həll etmək üçün nəyi bilir? Qaydanı bilir. Qaydanı bilirsə, nə etməlidir? Bir neçə orada addım olacaqdır. Riyazi məsələdə o etap-etap. Məsələn, bərabər qoyursan, yenə yazırsan, bərabər qoyursan, yenə yazırsan. Şagird nə edir? Şagird ardıcıllığı bilir və onu ardıcıl və düzgün şəkildə. Deməli, şagirddə bu ardıcıllıq bacarığı formalaşıb. İndi siz bir dənə deyin görüm. Ardıcıllıq bacarığı formalaşıbsa, bu biliyin hansı növüdür? Prosedural bilikdir də, ardıcıllıq var. Bəli, ardıcıllıq varsa prosedural bilikdir, doğrudur. Çünki orada bir ardıcıllıq, bir alqoritm, bir addım-addım hərəkət var, doğrudur. Bir də dedik ki, niyə və necə tipli suallara cavab vermiş oldu. Və baxın, qeyd etmişəm, arqument tələb etmədən, yəni biz bacarıqda, anlayışda, eyni zamanda xatırlama səviyyəsində
heç cürə əsaslandırmadan danışmayacaq. Çünki şagird burada heç nə əsaslandırmır. Baxın, sadə dildə deyək, xatırlamaq. Xatırlamaqda şagird nə əsaslandıracaq? Yəni, xatırlamağın dediyi əsas hissəsi nədən ibarətdir? Şagird yadda saxladığını bizə geri çağırdı. Şagird əzbərlədiyini söylədi. Bu xatırlamadır. Məsələn, termin dedim, müəllimlər. Bir daha bu ikisini cəmləşdirib üçüncü səviyyəyə keçəcəm. Termin dedim. Məsələn, isim, feil, indi sizin fənlərdən də deyək, sinus, kosinus, nə bilim, və sair və ilaxır. Bunlar nədir? Bunlar terminlərdir. Tərif deyək. Nə isə qaydası da, məsələn, deyirik ki, üçbucaq nədir? Və yaxud əzələ nədir? Bunlar nədir? Bunlar hər hansı bir suallardır və bu sualların konkret cavabları var. Tarixlər, faktlar, şəxslər, yerlər, bunlar hamısı aid oldu xatırlama səviyyəsinə. Ümumiyyətlə, məsələn, xatırlama səviyyəsində biz şagirdə dedik ki, əvvəlki biliyini xatırladıq. Şagird neynədir? Əzbərlədi, əvvəlki biliyini bizə çatdırmış oldu. İndi isə danışırdıq bacarıqlardan. Bacarıqlardan da gəlin bir-iki nümunə deyək, keçək üçüncü səviyyəmiz olan strateji düşünməyə. Deməli, müəllimə, bacarıq dedik nə oldu? Şagird burada öyrəndiyi məlumatı yadda saxlamadı, neynədi? Onu istifadə etdi, tətbiq etdi, izah etməyə çalışdı. Baxın, biz burada bir neçə bacarıq formalaşdıracağıq. Bu bacarıqlar hansılardır? Məsələn, təşkil etmə bacarığı, müqayisə etmə, qruplaşdırma, əlaqələndirmə, bayaq saydıqlarım yəni. Təşkil etmə bacarığında şagird neyniyəcək? Bildiyi məlumatı başlayacaq səliqəyə salmağa ki, yəni daha yaxşı bir variant çıxartsın ortaya. Müqayisə etmədə deyəcəyik ki, məsələn, başlayır hər hansı bir məsələ varsa, onun fərqli cəhətini, oxşar cəhətini tapmağa, araşdırmağa. Qruplaşdırma varsa, normalda birlikdə qruplaşdırma nədir? Hələ bağça dövrlərindən şagirdlərə qruplaşdırma öyrədilir. Məsələn, bağça dövründə qırmızı rəngləri deyirlər bir qruplaşdırın, sarı rəngləri bir qruplaşdırın. Qruplaşdırma hər yaşda eynidir. Biz neyniyəcəyik? Eyni xüsusiyyətinə görə nə verilibsə onları qruplaşdıracağıq. Əlaqələndirmə nə olacaq? Səbəb nəticə. Yəni oxuduğumuz səbəb nəticəsini əlaqələndirəcəm. Hansı sualları dedik cavablayacaq? Niyə, necə, arada da nə üçün sualını cavablaya bilər bəzi hallarda. Ümumiyyətlə dedik ki, məsələn nümunə deyək. Deyək ki, coğrafiya fənnindən bir nümunə. Deyirəm, dağla düzənliyi müqayisə elə. Neynəmiş oldu? Şagird deməli bu mövzunu anlayıb ki, başlayacaq dağla düzənlik mövzusunu bir-biri ilə əlaqələndirəcək, təhlil eləyəcək, ən sonda mənə gətirib nə verəcək? Müqayisə eləyəcək, mənə bir nəticə gətirib verəcək. Deməli, bu şagird anladı və anladığını bacarıq kimi tətbiq elədi. Onları müqayisə etməyi bacarmış oldu. Və yaxud deyirik ki, əsas ideyanı müəyyənləşdir. Tutaq ki, şagird yaxşı bir, gəlin ona sual verək. Deyək ki, mətnin qrafikin və yaxud cədvəlin fikrini nəyə əsasən tapmaq olar? Şagird məsələn deyə bilər ki, hər hansı bir məlumatdan ən vacib bir hissəni çıxartmaq, ən vacib bir fikir çıxardaraq, məsələn, buradan bir fikir tapmaq olar. Aha, görün nə yaxşı cavab oldu. Və yaxud nümunə deyək, gəlin başqa bir. Tutaq ki, müəllimlər, görürük ki, havanın temperaturu, məsələn, otaqda olur da normalda, mətbəxlərdə olmalıdır. Hətta bəzi məktəblərdə, sinif otaqlarında da var. Şkala ölçən, havanın temperaturunu ölçən cihazdır, divarda olur. Məsələn, baxırıq ki, görürük ki, temperatur günü-gündən artır. Şagirdlərə sual verirəm, deyirlər ki, deməli müəllimə, nə baş verir? Dünyamızda istiləşmə baş verir. Havalar getdikcə istiləşir. Mən bu cavabı almış oluram. Və yaxud deyirəm ki, kitabı oxumağın faydaları. Şagird mənə deyəcək ki, müəllimə, bəs nədir onun adı? Kitab oxumaq insanın inkişafı üçün çox önəmlidir, çox vacibdir. İnsanın nitqini formalaşdırmaq üçün çox vacibdir. Deməli, bu da aid oldu bu hissəyə. Bura qədər aid üçüncü səviyyəmizə. Üçüncü səviyyəmizin adı strateji düşünmədir. Gəlin baxaq, strateji düşünmə nədir? Strateji düşünmə müəllimlər, yəni insanın öyrəndiyi biliyi yeni vəziyyətlərdə tətbiq etməsidir. Plan qurmasıdır, dəyərləndirməsidir, onun üzərində dəyərləndirmə aparması. Baxın, adını çəkdim, dəyərləndirmə aparmaq. Deməli, mən burada dəyərləndirmədən, yəni əsaslandırmadan danışacağam. Daha çox yeni ideyalar yaratmaqdır. Məsələn, yeni bir iş quran insanlara çox vaxt sual verirlər. Sənin strategiyan nədir? Yəni, sənin yeni fikrin nədir? Sənin yolun nədir? Sənin düşüncən nədir? Bu anlama gəlir. Yəni, bu sözün sinonimləri bundan ibarətdir. Və strateji düşünmədə, qoyun bura bir dənə iş qoyum. Strateji düşünmə zamanı biz nə etməliyik? Biz öyrəndiklərimizi yeni nə varsa ona uyğunlaşdırmağa çalışmalıyıq. Və yaratdığımız nə varsa yeni. O xüsusiyyətində də özündə nə varsa onu daşıyacaq üstündə. Belə deyək də sizə,
Məsələn, nümunə vermişəm, çikli tullantını azaltmaq üçün onun real yollarını düşünmək. Aha, real yollarını düşünürəm ki, məsələn, çikli tullantını azaltmaq üçün mən salafan torbalardan daha çox kağız torbalara keçərəm və sair və ilaxır çox şeylər var. Zibil yandırma üsulundan istifadə edərəm, daha çox onu geniş tutaram. İndi tam dəqiqliyi ilə deməsəydim, müəyyən fikirlərimiz var. Deməli, neyniyirəm? Mən strateji düşünürəm, yeni nələrsə fikirləşirəm. Yəni, burada xüsusiyyət nədir? Burada yeni sadəcə bilik deyil, burada sadəcə biliyi də istifadə etməyə bacarmaqdır. Yəni, istifadə etməyi də bilməkdir. O bilməyin özü bir stratejidir. Baxın, biri var ki, mən bu gün nə isə bilirəm, biri var ki, o bildiyimi istifadə etməyi bilirəm. Harda, necə, o biliyimin də yerini bilirəm. Bax, belə çıxır mədəni şəkildə. Yəni, xüsusiyyətim nədən ibarət olacaq strateji düşünmənin? Planlı düşünmək, addım-addım, yəni. Problemi analiz etmək, müxtəlif variantları müqayisə etmək, ən düzgün yolu seçmək. Nümunələr deyək ki, yadımızda çox qalsın. Məsələn, deyək ki, tutaq ki, şagird riyaziyyatda hər hansı bir mövzu öyrənib, faiz mövzusunu öyrənib. Məsələn, o sadə düşünə bilir. Sadə düşünə bilir ki, məsələn, 20% hesablaya bilir. Hər hansı bir məhsulun 20%-ni hesablaya bilir. O bunu sadə düşünür. Düzdürmü? Bir də deyirəm ki, endirimli məhsul alanda hansı daha sərfəlidir? 20% endirim yoxsa 10 manat ucuzlaşma? Şagird neyniyəcək? Şagird düşünəcək. Şagird birinci o 20% endirimi tapacaq, sonra 10 manat ucuzlaşma. Onları uyğunlaşdırmağa çalışacaq ki, yəni bunun fərqi nədən ibarətdir? Qərar verməyə çalışacaq. Biri var, deyirəm ki, elə müəllimlər, bu riyaziyyat fənni bütün fənnə aiddir. Deyə bilərsiniz ki, müəllimə ancaq riyaziyyat deyil. Çünki bir çox fəndən əlaqədardır. Bu faiz məsələsi, məsələn, günümüzdə çoxumuza lazımdır. Adi hətta əmək haqqının da hesablanması faizlədir. Onu belə bilməliyik biz müəllim olaraq. Məsələn, deyirəm ki, hər hansı bir məsələ verib 25 manatın tutaq ki, deyir 20%-ni tap. Faizi tapanda nə edirik? Rəqəmi vururuq 20%-ə, bölürük 100-ə, düzdürmü? İxtisarlarımız gedir 5, 5-i də 5-ə 5. Cavab aldım 5. Bu mənim sadə bilimdir. Şagirddən mənim sadə bilimdir. Mən 25-in 20%-ni 5 aldım. Ayrı düz tapdımmı? Səhvim yoxdur ki. Güllar müəllimə qoşulmayıb dərsə. Düz tapmışam. Sadəcə soruşuram ki, siz də təsdiqləyəsiniz. Müəllimə, deməli bu mənim oldu necə bilim? Bu mənim oldu sadə bilim. Bir də var daha mürəkkəb düşünmək. Deyirəm ki, hər hansı bir yolda görürük ki, o mağazaların üstünə yazıblar şok, şok, şok. Filan tarixə qədər endirim, yarı qiymətinə 50%, 20%, nə bilim, müxtəlif faizlər yazır. Deyir ki, bu məhsulu alanda hansı daha sərfəli olar? Biri var, gəlib mən bunu mağazadan endirimlə alacam, 20% endirimlə. Biri də var, bir həftədən sonra bu düşəcək 10 manat ucuzuna. Gəlib elə alacam. İndi mən bunu araşdırmalıyam. Bəlkə də ikisinin də qiyməti eynidir. Sadəcə şagirdə nə edirəm? Burada bir yol açıram ki, şagird daha strateji düşünsün. Deməli, strateji düşünmə özündə hansı fəaliyyətləri formalaşdırdı müəllimlər? Fərqli düşünmə, öyrənilən mövzu əsasında sual qurmaq, ona cavab tapmaq üçün plan hazırlamaq, müxtəlif fənləri, anlayışları birləşdirən layihə, təqdimat, geniş yazı işi təqdim etmək, bu esse, ümumiyyətlə yaratmaqla bağlı nə varsa strateji düşünməyə aiddir. Kreativlik var, yaratmaq var, yeni nələrsə kəşf etmək kimi. Bax, bunların hamısı strateji düşünmədədir. Eyni zamanda dəyərləndirmək, yəni əsaslandırmaq, münasibət bildirmək də bunun içərisindədir. Baxın, yazıb ki, tanış qayda, prinsip, əvvəlcədə verilməmiş yeni bir situasiya tətbiq etmək. Ümumiyyətlə, deyir, var olmayan bir şeyi tətbiq etmək. Seçimin niyə uyğun olduğunu əsaslandırmaq. Tutaq ki, müəllimlər, nəsə kəşf eləmişsiniz. Yeni nəsə çıxartmışsınız ortaya, elmlə bağlı, təhsillə bağlı. Çıxartdığınız o yeni bilik, heç kim onu bilmir. Və niyə siz bunu eləyibsiniz? Məqsədiniz nədən ibarətdir? Tutaq ki, ekran dayansa, müəllim, yenidən link göndərəcəm. Tutaq ki, bu işi etmişsiniz, amma sizdən soruşurlar ki, ay müəllimə, bunu niyə eləyibsiniz? Bunu əsaslandırın. Əsaslandırın, yəni nə? Dəyərləndirin, münasibət bildirin. Niyə eləyibsiniz bunu? Siz başlayacaqsınız onu eləməyə. Demək ki, mən bu seçimi ona görə etmişəm ki, başlayırsınız əsaslandırmağa. Hər hansı bir elmi tədqiqat işi edə bilərsiniz, əsaslandıra bilərsiniz. Hansı ki, bu elmə təhsilə töhfə verə bilər, insanlara töhfə verə bilər. Sadə dildə desək, bu nə oldu müəllimlər? Bu oldu ki, yeni problem ortaya qoydum və o problemi nə etdim? Həlli yolu üçün bir bilik, bir yenilik, bir biliyimlə tətbiq iş görmüş oldum. Deməli, tətbiq etmək də strategiyanın,
ən düzgün, ən lazımi, ən məqsədə uyğun sübutudur. Yəni mən bir şey yaratmışamsa yeni, mən nə etməliyəm? Bunu əsaslandırmağa çalışmalıyam. Bu da strateji düşünmədir. Əgər əsaslandıra bilmirəmsə, deməli mənim fikrim elə də yaxşı fikir deyilmiş. Ümumiyyətlə hər hansı bilik olsun, hər hansı bir hadisə olsun, söz də ola bilər. Əgər onu əsaslandıra bilmiriksə, onun heç bir əsası qalmır. Bu da belə. Deməli, cədvəl, qrafik, statistika təhlil edərkən arqument formalaşdırmaq, bunları da dedim də, yəni mətnin cədvəl qurarkən hər hansı bir əsaslar, fikirlər, faktlar irəli sürmək, bunlar hamısı nəyə aid idi? Strateji düşünməyə aid idi. Və bir də sonuncu genişləndirilmiş düşünmə. Genişləndirilmiş düşünmə ən axırıncı, yəni 4-cü səviyyəmizdir. Genişləndirilmiş düşünmədə biz nədən danışacağıq? Ümumiyyətlə, bu düşünmə ən yüksək səviyyədir. Baxın, birincidə şagird xatırladı. İkincidə nə etdi? Bacarıqların göstərdi, anlayışların göstərdi. Üçüncüdə nə etdi? Strateji düşündü. Bəs dördüncüdə nə edəcək? Genişləndirilmiş düşünmə o deməkdir ki, müəllimlər. Burada şagird araşdıracaq. Daha ali səviyyə deyək də biz buna. Araşdıracaq, fikrini əsaslandırmağı bacaracaq, öz ideyasını daha yaxşı şəkildə çatdırmağa çalışacaq, müxtəlif mənbələrdən istifadə etməyə çalışacaq. Bu da bir növ yaradıcı düşünmədir. Yəni strateji düşünmədən deyirlər bir tık hündürdür. Yəni bir mərhələ hündürdədir. Yəni bunda da yaratmaq var, strateji düşünmədə. Bunda da var, yəni genişləndirilmişdə. Genişləndirilmişdə daha çox biz ona yer verəcəyik. Bilikləri tənqidi və yaradıcı düşünmə prosesində deməli idarə etmək. Biz tənqidi düşünməni də keçmişik, yaradıcı düşünməni də keçmişik. Yəni biz burada bilikləri tənqidi, yaradıcı düşünmə o deməkdir. Yəni şagird burada məlumatı təkcə qəbul etməyəcək. Nə edəcək? Məlumatı sorğulayacaq, məlumatı analiz edəcək, dəyişdirəcək və yeni bir nəticə çıxardacaq. Ümumiyyətlə biz burada şagirddə hər hansı bir daha fərqli, mövzuya daha bir qeyri-adi baxışı formalaşdırmış olacaq. Tutaq ki, gəlin sual verin. Deyirik ki, bugünkü mövzumuz adı olsun plastik istifadəsi azaldılmalıdırmı ifadəsi. Sualım budur. Plastik istifadəsi azaldılmalıdırmı? Şagird nə edir? Mətni oxuyacaq. Kitabda hansı bir qrafik, şəkil, cədvəl verilibsə analiz eləyəcək və yaxud əlavə bir statistik məlumat araşdıra bilər. Sonda bir qərara gələcək ki, bəli, müəllimə, plastik tullantıları azaltmaq lazımdır. Niyə? Ona görə ki, plastik tullantılar ətraf mühiti çirkləndirir. Şagird mənə nə gətirdi? Arqument gətirdi. Arqument və yaxud əsaslandırma. Arqument, əsaslandırma, dəyərləndirmə, bunlar hamısı sinonim sözlərdir. Şagird mənə arqument gətirdi ki, niyə plastik tullantıları mən azaltmalıyam? Ona görə ki, bu mühiti çirkləndirir. Və yaxud tədqiqat sualı qurmaq, plan hazırlamaq. Gəlin bu barədə də deyək. Deyirik ki, şagird özü hər hansı bir sual verir və başlayır özü verdiyi sualın ətrafında onun cavabını axtarmağa. Nümunə deyək. Nümunə deyək ki, daha da möhkəmlənsin. Məsələn, deyirik ki, niyə bəzi bitkilər kölgədə daha yaxşı böyüyür? Normalda biz bilirik ki, bitkilər istidə daha çox böyüyür də. İsti deyəndə, yəni günəş şüası ilə böyüyür. Amma deyirik ki, bəzi bitkilər də var, kölgədə daha çox böyüyür. Həqiqətən belə bitkilər var müəllimə. Şagird nə edir? Araşdırma planını qurur ki, niyə belə olur? Fərqi nədən ibarətdir? Müşahidə edir, hər hansı bir bitkini aparır, qaranlıq otaqda qoyacaq, onun böyüməsinə baxacaq, sonra nəticə çıxardacaq. Bu da bir, nə oldu? Genişləndirilmiş düşünmə oldu. Yəni, düşüncəsini şagird burada bir növ genişləndirir də, ən geniş fikirlərə çatır. Baxın, şagird araşdırma apardıqca onun düşüncəsi genişlənir. Daha çox mütaliə edən, daha çox araşdıran, daha çox mənbələrdən istifadə edən şagirdlərin günümüzdə götürək məktəbdə düşüncələri geniş olur. Onlara hardan sual verirsən, həyatla bağlı, onlar cavablandıra bilir. Məsələn, bu bilik yarışlarında iştirak edən şagirdlər var, hansı ki, televizor verilişlərində. Orada, məsələn, bəzən suallar olur ki, heç o məktəbdə keçirilmirdi, o həyati biliklərdir. Baxırsan ki, onu da cavablandırmağa bacarırlar. Düz, onun üçün hər hansı bir kitab olmur. Bu həyati bilikdir. Şagird artıq bunu edir? Araşdırır, müşahidə edir, nəticə çıxartdığı biliklərdir ki, nə eləmiş olur? Həmin gün ondan istifadə etmiş olur. Və yaxud başqa bir nümunə deyək. Deyirik ki, su israfının qarşısını necə ala bilərik? Su israfının qarşısını necə ala bilərik? Məsələn, mən əgər o suya baxır, hansı fənn istiqamətində baxacam? Mən coğrafiya istiqamətinə baxaramsa, deyərəm ki, dünyamızın su ehtiyatını
deməli, şirin su ehtiyatı azdır. Ona görə də biz nə etməliyik? Suyu ehtiyatla istifadə etməliyik ki, deməli su ehtiyatımız yaxşı qalsın da, çox olsun, hər kəs istifadə edə bilsin. Mən coğrafi baxımdan dedim. Riyaziyyat baxımından düşünsən, başlayaram su israfının qarşısını almaq üçün müəyyən hesablanmalar aparmağa ki, məsələn, gün ərzində bir adam bu qədər su istifadə eləsə, biz su ehtiyatımızı tənzimləyə bilərik. Bioloji baxımdan başlayıram suyun dövranın ki, nə qədər su istifadə eləsək də, atmosferdən yağan yağışlar nəticəsində suyumuz təzələnir. Görün neçə cür mən bunu düşünməyə çalışdım. Şagird bu sualın cavabını tapmaq üçün 3 cür, 4 cür, 5 cür, yəni istənilən sayda düşünə bilər. Coğrafiyada toxunduq, biologiyada toxunduq, riyaziyyata da toxunduq. Əsasında təhlil etməyə bacardıq, araşdırma apardıq, düşündük, daha geniş düşündük, daha nələri düşünə bilərdik. Bu nə eləmiş oldu? Şagirddə daha genişləndirilmiş düşünmə tərzini formalaşdırdı. Bir dənə də nümunə deyək. Nümunədən bu olan bu cür. Məsələn, deyək ki, məktəbdə, tutaq ki, məktəbin həyətində tullantılar çoxdur. Nə qədər təmizlənsə də bir problem var. Məktəbin həyətində tullantı çoxdur. Ola bilər məktəb yol qırağıdır, tullantılar çoxdur. Ola bilər məktəbin şagirdləri çox zibilləyirlər. Yəni biz nəyi təklif edə bilərik? Biz təklif edə bilərik ki, şagirdlərə sual verirəm, ha şagirdlər. Nə təklif edə bilərsiniz? Onlar da deyə bilər ki, sadə dildə, müəllim, zibil qutularının sayını artırmaq. Düzdür, bizdə belə bir şey var. Nə qədər zibil qutusu artırılsa da, əlimiz harda gəldi, orada atırıq, ora yaxında, ora atırıq. Mən özümü demirəm də, şagird deyirəm. Şagird olsa atır, məsələn, ağacın dibinə, kolun dibinə və s. Və yaxud nə edirik? Deyirəm ki, əməl edən uşaqlarca deyirlər ki, müəllimə zibil qutularının sayını artıraq. Bilirik ki, zibil kutularında, indi müasir zibil kutularında qarışıq ayrı olur, plastik ayrı olur və s. Deyirik ki, əgər şagirdlər davamlı şəkildə məktəbin zibillərini o qutulara atsalar, onların təkrar emalda daha rahat olacaq. Yəni, o zibili daşıyıb aparan üçün də rahat olacaq ki, plastik ayrı və s. də bu kimi məsələlər. Yəni, təkrar emal planını şagird artıq beynində hazırlamış oldu. Deməli, şagird daha geniş düşünməyə neynədi? Başladı. Və yaxud sadəcə siz burada necədir? Siz bu dəyərləndirmə hissəsində, bu əsaslandırma, dəyərləndirmə arqument hissəsində şagird təkcə cavab vermir. Şagird burada başlayır ki, bu niyə belə oldu? Yəni bunun belə olmasına səbəb nədən ibarətdir? Mən bu üsulu niyə seçdim? Çünki məsələn deyirəm ki, müəllimlər, mən biri var yazaraq öyrənmək, biri var baxaraq. Mən deyirəm ki, mən baxaraq öyrənməyi xoşlayıram da. Bu mənim üsulumdur, mən rahatam. Sonra deyirəm ki, mən bu üsulu niyə seçdim? Sual verirəm də özümə. Sonra başlayıram o sualımı əsaslandırmağa. Mən bu üsulu ona görə seçdim ki, çünki bu baxışla mən daha az vaxt sərf eləmiş oluram və daha effektli şəkildə öyrənmiş oluram. Nə etdim? Fikrimi əsaslandırmağa çalışdım. Bir daha deyirik. Genişləndirilmiş düşünmənin əsas fəaliyyəti nədən ibarət oldu? Məlumatlar toplamaq, inteqrasiya, yəni əlaqələndirmək, başqa məlumatlarla. Baxın, bayaq mən inteqrasiya elədim fənlər arasında. Gördünüz, orada biologiya, coğrafiya, riyaziyyat və s. Daha sonra arqumentlərlə əsaslandırmaq, işi mərhələlər üzrə planlaşdırmaq. Məsələn, orada bayaq biz zibil tullantısı ilə bağlı bir planlaşdırma iş elədik. Neynədik? Zibil qutularını atırmağı təklif elədik, sonra təkrar emalı planlaşdırmış olduq. Bu da bizim oldu genişləndirilmiş düşüncəmiz. Bir daha başdan ümumiləşdirmə gəlirəm. Deməli, biz xatırlama mərhələsində şagirdə əvvəlki biliklərini xatırlatmış olduq. Digər, deməli, ikinci mərhələmiz bacarıqlar, anlayışlar səviyyəsində biz şagirdlərdə əsasən müqayisə etmək, müəyyənləşdirmək, izah etmək. Bir dənə orada nə yox idi? Əsaslandırma yox idi. Yəni biz burada şagirdin anlayışını, bacarığını ön plana çıxartmış olduq. Daha sonra üçüncü strateji düşünmə haqqında danışdıq ki, biz burada yeni fikirlər söyləmək, dəyərləndirmək, uyğunlaşdırmaq, məsələn, hər hansı bir fikir söyləyirəmsə, onu əsaslandırmağı bacarmaq, təqdimatlar, layihələr və s. və ilaxır. Ən sonunda genişləndirilmiş düşünmədə dedik ki, biz nə etməliyik genişləndirilmiş düşünmədə? Əsasən burada topladığımız hər hansı bir məlumat varsa, onu təhlil etməyə bacarmalıyıq və bu səviyyə, bu genişləndirilmiş düşünmə səviyyəsi, deməli, doktor normanın ən üstün, ən ali, yəni bu çərçivə sənədində olan ən ali, ən yüksək səviyyə hesab olunur. Yəni bu səviyyənin əsas məqsədi
şagirdin anlayışlı tətbiq etməklə bitmir və yaxud şagirdin strateji şəkildə düşünməyi ilə bitmir. Əsas məqsədimiz ondan ibarətdir ki, biz bu zaman ərzində, yəni dərsdə bu zaman ərzində biz nə öyrəndik? Öyrəndiyimiz biliyi, bacarığı, nə öyrənmişiksə, onların hamısını mərhələli şəkildə təhlil edərək, ardıcıl şəkildə yaradaraq hamısını birləşdirib bir fikrə gəlib çıxmaq. Yəni bir fikirdə toplaşdırmaq və genişləndirilmiş düşünmə, ümumiyyətlə genişləndirilmiş ifadəsi müəllimlər bilikdə, tapşırıqdır, dərsdir, mövzudur, layihədir. Bunların hər birində istifadə olunacaq. Məsələn, mən hər hansı bir dərs barəsində genişləndirilmiş düşünə bilərəm, layihə barəsində genişləndirilmiş düşünə bilərəm. Və yaxud tapşırığın da təhəlli zamanı mən neyniyəcəm? Çalışacağam ki, daha geniş şəkildə onu ifadə etməyə çalışım. Niyə? Çünki daha geniş düşünməyə başlayacağam. Yəni, bu genişləndirilmiş düşünmə səviyyəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, şagird neyniyir? Daha dərin düşünür, daha məntiqi düşünür, daha çox bilikləri inteqrasiya edir bir-birindən və ən çox orijinal bir nəticəyə gəlib çıxır. Yəni, dəqiq faktlarla isbatlanmış bir nəticəyə gəlib çıxacaq. Məsələn, bizim kitabımızın sonunda müəllimlər bizə test tapşırıqları kimi bir suallar verib. Gəlin, onları da sizə ünvanlayım. Deyir ki, mövzu məsələn iqlim dəyişkənliyidir. Nümunə göstərib, daha doğrusu test tapşırığı deyil. Deyir ki, mövzumuz iqlim dəyişkənliyidir. Gəlin baxaq xatırlama səviyyəsinə. Xatırlama səviyyəsində şagird neyniyəcək? Başlayıb düşünəcək. İqlim dəyişikliyi nədir? İstixana effekti nədir? Niyə iqlim dəyişir? Niyə qazların hansı istixana qazlar hesab olunur və s. Şagird neynəmiş oldu? Xatırladı. Müəllimə mənə dedi, iqlim nədir? Kiçik biliklərimə əsaslanaraq sual verə bilərəm ki, məsələn də çoxillik prosesə, atmosfer prosesinə iqlim deyilir. Bu mənim xatırlama mərhələmdə mən öyrəndiyimi xatırladım. Bura qədər anladım. Gəlin baxaq indi bu iqlim dəyişikliyi mövzusunun bacarıq anlayış səviyyəsinə. Məsələn, bacarıq anlayış səviyyəsinə deyə bilərək, sual verə bilərik ki, temperatur, məsələn, 1980-ci illə 2020 arasında temperatur nə qədər artıb, nə qədər azalıb. İllər üzrə biz onun dinamikasını istəyirik. Şagird neyniyəcək? Şagird bayaq xatırladı mövzunu. İndi şagird neyniyəcək? O xatırladığı, o anladığı mövzunu tətbiq edəcək ki, neçə ildə daha yüksək temperatur müşahidə olunub, neçə ildə daha aşağı temperatur müşahidə olunub. Və yaxud hansı illərdə daha çox, məsələn, iqlimlə bağlı yağıntı daha çox, bu illər arasında hansı ildə daha çox yağıntı müşahidə olunub və s. kimi suallar verir və şagird başlayır bacarıqlarını ortaya qoymağa. Bu da oldu deməli bizim bacarıq anlayış səviyyəmiz. Üçüncü səviyyəmiz oldu, strateji düşünmə. Strateji düşünmədə məsələn mən tutaq ki, belə deyə bilərəm. Burada artıq tapşırıq 3 verib. Üçüncü düşünmədə başlayıram neynəməyə? Orada addım-addım düşünürəm ki, yəni necə etsəm iqlimlə bağlı daha yaxşı nəticələr əldə edə bilərəm. Məsələn, iqlim hamımıza lazımdır. Bu tək coğrafiya müəlliminin öyrətdiyi bir dərs deyil. Bu riyaziyyat müəlliminə də lazımdır, təsviriyə də lazımdır. Hamı, çünki hamımız yer kürəsində yaşayırıq və çalışmalıyıq ki, iqlimi qoruyub saxlayaq ki, məsələn, yerin tarazlığı, balansı pozulmasın. Bunun pozulması nəticəsində insanlar zərər alır. Məsələn, ozon təbəqəsi deşildiyi üçün insanlarda müəyyən baş ağrıları, dəri xəstəlikləri və s. kimi biz problemlər görə bilirik. Bunun səbəbi nədir? İqlim dəyişkənliyidir. İqlim dəyişkənliyinin biz strateji tərəfdən baxacağıq ki, məsələn, iqlimin dəyişməsi strateji düşünməsi necədir? Tutaq ki, biz qazlardan çox istifadə edirik, sənaye tullantılarından çox istifadə edirik. Sonra nəqliyyatın o tüstüsü var. Bax, məsələn, onlar çox havaya buraxılır. Sonra elektrik cihazlardan, istilikdən çox istifadə. Yəni, iqlimə nə ziyan verirsə, biz ondan çox istifadə edirik. Sinif otağında şagirdlər sinifdə olmadığı halda işıqlar yanılı qalır. Bu da iqlimə təsir göstərir. Yəni, boş enerji sərfiyyatıdır. Və yaxud evdə baxırıq ki, işıqlar yanılı qalır, söndürmürük. Sonra avtomobillərdən çıxan tüstülər. Bunlar hamısı iqlimə təsir göstərən amillər sırasındadır. Bu da aid oldu nəyə? Strateji düşünməyə. Mən başladım. Artıq iqlimə mənfi təsir göstərən nə varsa, onun haqqında bir düşünmə formalaşdırdım və onu addım-addım azaltmağa çalışdım. Ətrafıma deyirəm, zəhmət olmasa çıxanda işıqları söndürün və yaxud, nə bilim, maşınınızdan tüstü çıxırsa müəyyən, məsələn, yaxınlaşın, göstərin. Çünki bu tüstülər zəhərlidir. Həm insanlar üçün, həm da atmosferimiz üçün və s. Dördüncü bizdə gələcək genişləndirilmiş düşünmə. Genişləndirilmiş düşünmə biz artıq nə edirik? Biz burada elmi sübutlar, elmi
nə bilim burada faktlar, statistika qoymuşam ortaya elmi statistikanı ki, bəs bu iqlimin dəyişkənliyinin məsələn başqa hansı sahəyə təsiri var? Baxıram ki, kənd təsərrüfatının təsiri var. Baxıram ki, sonra miqrasiya təsiri var, sağlamlığa təsiri var. İqlim dəyişir. Məsələn, insanlar deyir ki, başımız ağrıyır. Günü-gündən insanlar şikayətlənir. Biri deyir ki, dərimdə müəyyən səpkilər yaranır. Bu səpkilərin, indi həkimlər də normalda deyir, bu səpkilərin, bu ağrıların bir çox xüsusiyyəti hava ilə əlaqəli. O deyirlər ki, hava elə bir biraz qəribədir. Hava niyə qəribədir? Çünki müəyyən bir, məsələn, biri var yer üzərində minimum, bu fakt deyil, misal deyirəm. Biri var 100 nəfər yaşasın, biri var ki 5 milyar, 6 milyar, 7 milyard insan yaşasın. 7 milyardın düşünün, istifadə etdiyi işıq, qaz, tüstülər, sənaye, yəni bu ərazidə hər şey baş verir də, hər şey düşünün. Bunlar hamısı təsir edir. Mən başlayıram bunun siyasi yollarını axtarmağa, geniş miqyaslı yollarını axtarmağa və sonunda başlayıram nə etməyə, onları həll etməyə və onları azaltmağa. Yəni o geniş düşünmə səviyyəsində mən artıq başlayıram onu azaltmağa. Tutaq ki, başlayıram elmi məqalə çıxardıram, NASA araşdırıram, BMT-dən bir-iki dənə cümlə götürürəm, qrafiklər nəticəsində məsələn karbon qazını necə azalda bilərəm, oksigeni necə çoxalda bilərəm, müxtəlif xəbər saytlarından, xəbər məqalələrindən, real faktlar nə görürəmsə, internetdə mənbəsi olan, statistikası olan nə varsa, başlayıram onlar haqqında məlumatlar götürürəm. Ən sonda bu mənbələri birləşdirirəm, ortaya 2 dənə gözəl fakt çıxardıram, məlumat çıxardıram ki, mən bu nəticəyə gəldim. Məsələn, mən bu mənbədən bu məlumatı götürdüm, ən sonda bir qəşəng nəticəyə gəldim. Və o çıxartdığım nəticə hansı ki, o nəticə var, o nəticəni də bir cədvəl şəklində birləşdirdim. Bu da oldu mənim geniş düşünməm. Görün nə qədər mən işdən keçdim, araşdırdım bütün interneti, hətta mən yaxınlaşıb hər hansı bir kənd təsərrüfatının, məsələn, fermer ola bilər, nəsə də onun başında duran bir insan var. Ondan soruşa bilərəm ki, məsələn, sizin əkin-biçin işləriniz necədir? Deyə bilər ki, biz son 3 ildir çox ziyanla işləyirik. Deyə bilər ki, son 3 ildir çox yaxşı. İqlimin təsiri var da, bitki aləminə də, heyvan aləminə də təsiri var. Bir daha saydıq ki, biz ümumiyyətlə geniş düşünmə zamanı əsasən təsir elədi miqrasiya, sağlamlıq. Miqrasiya bilirsiniz də, müəllimlər yəqin ki, nədir? Yəni köç etmək, insanların bir yerdən digər yerə köç etməsi. Bir də görürsünüzsə deyirik, məsələn, buranın havası mənə düşmür. Bu miqrasiya şərt deyil, ölkədən ölkəyə olsun. Ölkə daxili də ola bilər. Bugün yaşayırsınız Qax rayonunda, sabah yaşaya bilərsiniz tutaq ki, Sumqayıt şəhərində. Fərqi yoxdur. Bu özü də bir miqrasiyadır, yer dəyişmədir. Yəni insan var deyir ki, mən daha təmiz havanı götürürəm də, onu yaxşı qəbul edirəm. Gedir dağlıq yerlərdə yaşayır, oradan ev alır, nə bilim. Bu özü də geniş düşünmədir. Yəni mən bunun hamısını araşdırıram ki, məsələn, niyə bu ölkədə insanlar bu ərazidə daha az məskunlaşır? O az məskunlaşmanı araşdırıram. Statistik cəhətdən araşdırıram. 2011-ci ildə burada bu qədər adam yaşayıb, 2015-ci ildə daha azalıb. Azalmasının səbəbini araşdırıram. Bu araşdırmaq nədir? Deməli, bu insan geniş düşüncəyə malik insandır ki, onun daha dəqiq formasını, daha niyə azalmasını, hansı geniş miqyaslı həll yolları var, onu axtarmağa çalışan insandır. Mövzumuz bura qədərdir, müəllimlər. Çalışdığım qədər geniş izah eləməyə çalışdım. Hər hansı bir sualınız varsa verə bilərsiniz.